Deyəm, uşaqlar, düz 5 ildir ki, biz bu çayxananın bu obyekti açmışıq. Zarafat dönüb 5 ildir. Hamı deyirdi ki, bu çayxana tutmayacaq, açmayın. Aman bir dənə sahib kişi deyir ki, açın. Bu kabini sizdən başqa heç kim yaxşı işlətməyəcək. Açın kabini. Sahib kimi kişidir, başa düşmədim mən. Sahib kişi işləyir, nə deyir bu? Demək istəyir ki, sahib kişi kimdir? Bildim də, sahib kişi bizim yiyəmiz qaqa. Obyektin yiyəsi qaqa. Ənkəmiz. Deyirəm, biz nələrdən keçdik yalar. Bu obyekti açmaq üçün nə əziyyətlər gördü yalar. Mesela Fakı getdi, rimenini satdı. Xosu getdi bankdan 10 manat kredit götürdü. Zarafat da öyle, bularmış iş deyir. Şirin müəllim, bəyən bank 10 manat kredit verir, gülməlidir. Ala, o vaxtı Xosunun bibisi bankda xadimə işləyirdi. Getdi ondan 10 manat aldı. Başa düşdün? Şirin, sən niyə evi satmışdın? Mən o vaxtı Ramiz kişini satmışdım. Aman qaqa, ondan sonra özümüzü babat tutdu ha, sana başım. Baxı, demin qaytardı da. Götürüm. Mən özüm qaqa, deyim, günlara birdən aldığım bu 10 manatı yamaç-yamaç qaytarıram. Nəyim qalıb, 2 ay qalıb da. Deyim, bu 2 ay demişkən, nənəm xiyar yazmaq istəyim. Bu, Nənəm xiyar? Xiyar göndərim, nənəm xiyar göndərim, turşu xiyarım. Deyir ki, dostlarınla bu yiyib içməni yeysən qaqa, yeməyə içsəniz yoxdur qaqa. Bu xiyarı verirəm sizə, yiyin. İngənə kimi bax, yazma gəlir. Bu xiyara bir nizam vermişəm, özənlərimlə. Bu xiyara. Ala, bu banka pul dəyişməmişdən əvvəl bağlanıb, ala. Siz bu xiyara 20 il surak vermişsiniz. Sonra da ala. Ala, bu xiyar tutması da öyle, xiyarın tutulmasıdır. Bu xiyara sırok verim bəni ya. Ala, qaldır nə qaldır. Bunu içək 5 illiyimizin sağlığı. Hə, qaqa, bundan bomba sanıq ola bilər, hə. Salam olsun yaxşılara. Əgər burada eləşi var. Yola. Siz deyəcəm mənə tanımadınız, hə? Sən kimsən? Ala biz nə bilək, ala sən kimsən? Xəbərlər zatdır, atdı yazı ilə getsin. Kimsən? Yaxşı. Ürəyində bir dənə rəqəm tut. Ala tutdum, hə. Tutdun. Onu bırax, bunu tut. İndi bunu vur kiyə. Ala vurdum. Mamu adı Metişdir. Öyle bildin ha, sen o saptın ya, Metiş. Ala belə içi bilə bilər də mamat da, mama hamı tanıyır da. TikTok, ha, nə oldu bu? Ürəyində müğənni tut. Mən tutum Şirin, Müğənni. at onu çıxarayım. Şişəmə tut. Ben tutum, yaxşı. Tuttum. Alo müğənnidir, ala. Bırax onu. Başqasını tut. Ha, değiştim. Əlini var, sol cübə. Hala, mən bunu tutmuşdum, yala. Ala indi xiyardır da, indi faxın bilmirsən. Götürüb stoldan yarısını yiyib, yarısını atıb cibinə. Gör, qoxuzdum bizi, hə. Hə. Ay, qoxudum, ala, vay, hə. Əlvat kaşlok var. Kaşlokma? Duyan ala. Attım əlimi kaşlokma. Bu da mənim kaşlokum. Mamadan qalıma baxdı, mamadan. At içindəki pullara bax. Ben baktım nasıl oldu ya. Yox, həmişə kim boşdur, həmişə kim boşdur. Mənə olsa ömrü boyu kaşlokumda pul olmayıb. Hadi. Sən mən nəyindən qorxdursun? 500 qardaş. Allah! Allah! Mən deyirəm söz davamını getirin. Ay uçan quşlar. Şirin, düz 2 il bundan qabaq sən mənim ayağımın altını qazıb göndərdin Rusiyada türməyə. 2 il mən sənə görə orada içəridə çürmüşəm. İndi qayıtmışam acığımı almağa. Belə danışır ki, mən də bilmərə sən kimsən? Mən ala, nə qədər adam tutulub içəri saldırmışam. Tutağım sən 25-indisən, hə? Neyini deyirsən, hə? De görüm də, hə? Heç nə. Elədiyimi ələyəcəm. İndi bax bu dəqiqə dördünüzlə əl-ələ tutursuz, yallı ilə basırsınız bayrağa. Bu gündən sonra bu çayxana oldu mənim iş, düzmə? Ben Allah bilmem bak. Hala bir de deyən hala. Sən mənim çayxanam mənim əlimdən alırsan. Hala indələ ki, mənim əlimdən heç kim et salmayıb, hala. Hala bir şey ki, mən markete gəlib çörək alanda, o çörəyi mamanın adından hissə yazdırıram ki, sonra deməsinlər ki, Şirin əlindən pulunu aldıq. Nə danışır hala bu? Sən deyirsən Slabodun söz boşu düşmədin ha. Bir hər yum bula.
Baş sponsorlar Soundride, Bizon, xüsusi sponsorlar Sleepy uşaq bezləri, New Holland traktorları, BYD Motors Baku, SAP, halallıqla ət və süd məhsulları, Green Home Construction, Bizim Ev Möbel şəhəri, 1-2 Dönər Shop. Mama, mənə pul lazımdır. Pul tapa bilərsən mənə? Mama qurban narahat olma, həll eləyəcəm. Əziz izləyicilər, evimizə oğrular girib. Təsəvvür eləyirsiniz, 200 minlik qırğızlını aparıblar, 50 mində nəqd pulumu. Qapını qırıblar, uşaqları da yaxşıca döyüblər. Hala, Şirin, sizin evdə 200 minlik qırqızıl 50 min də puluna gəzir. Abi bizim o pişiməliyə 150 min verirdilər. Hamımız getdik qol çəkdik. Sen dürdün ha, bu Sibir Aktarkasından evi başa-baş dəyişən qaqa. Hemen koymadım ya. Buradayam da. Əziz dostlar, bilirəm ki, siz mənə 200 minlik qızıl gətirən deyilsiniz. 50 mində hədiyyə atmazsınız. 20 manat göndərin, qapını düzəldim. Başqa işini istəmirəm. Ama bir daha söz diyeyim. Mama özü bilir neyi. Mama bu işin kralıdır, akıllasın. Ha, mama indi o mattandı, fattandı, bilmem kimdi, onu tapsın. 50 min ondan sonra siz de bakın. Bilirim mama, Sağ ol, bilirim. mama sağ ol ya. Hani Hasan? Buradayım. Hasan'ı? Buradayım nene. Vay vay, nə günə qoyublar səni? Sənə dedim bu şirinə qoşulma. Pozğundur bu şirin. Səni də pozacaq. Qulaq asmadın. Getdin qoşuldun bu puluna. Əziz dostlar, kartın profilində var. 20 manat göndərin, başqa işini istəmirəm. Sağ olun, görüşərik. Az Ceyran, sən qurban olasan oğlum Şirinə. Bilirsən, onun həyatını qutarıb, Şirin olmasaydı, indi xosu vay olmuşdu. Onu döyəcəkdilər yaxşıca, dərəyə atacaqdılar. Şirin qaça-qaça gəlib, ayağını qoyub xosunun belinə, tullanıb göydə 3 dənə təpik vurub. Şirin qələt eləyib. Mənim ali təhsilli nəvəmi avara eləyib Şirin. Ali təhsili var. Ana sen harada okursan ki biz bilmirik. Harada okursan? Bəs nə? Mənim nəvəm Beynəlxalq Universitetdə oxuyur, Aynen, o 15 il bundan qaba bağlanır. Manzaram ha. Mənə deyirəm axı, mən neçə deyəcəyim gəldim ora. Məndən başqa isim gəlmir ya dərsə. Çox basım ora. Şunların başıma ha. Gələcəyi qabaqda deyil mənim nəvəmin. Qoşuldu sizin kimi oldu avara. Allah bunları bugünə qoyanların cəzasını versin. Əlləri qırılsın onların. Azmətiş, öz balana qarış eləmə. Hamınız elə Az bəsdir də, sən lap ağ elədin ha. Saçından başından utan. Azmətiş, deyirəm peti qızışır ha. Bu banditlərin başçısı elə sən özünsən də. Az özünsən bandit. Sənsən bandit. Oğlunu yığışdıra bilmirsən. Yekə-yekədə danışmağına bax bunun. Ay mama bəs sürün də. Sən sakit dur. Qurubin o biri gözündə mən qaraldaram. Azey, sən elə Mətişi tanımırsan, Onun anası ölməyib ki, ona əl qaldırasan. Bildin başa nə oynaşaram? Nə oynatırsan ha? Çox şey. Ay, Böyüyü sənsən. Sən qazın. kvadratı sənsən. Kvadratda sənsən, kubu da sənsən. Kim bir Özünsən. Eləyərəm, çalışqa bilərsən. Səni zırh dinləyəm. Gedək. Faxır, Ha, bura bax. Necədir bu, qəşəngdir? Məşqala. Burada hamısı yaxşı deyə. Sən can birini alçaq gedək də. Mən Şirin gözləyir. Oqtay əmin ofisinə getməliyik. Şirin sən gözləsin də. Məndən vacibdir. Necədir bu kreslo? Mənə yaraşır. Bir də ki, bununla canlı yayıma girsəm, şir atarlar mənə. Məşqala. Mənə bax. Şirzadı bilmirəm. Bu elə bir razmer sənə böyük ol deyə. Amma bu qiyməti neçədir ki? Qiymətini neyinirsən, Dedim də başqası verəcək pulu. Bir də ki, burada hamı məni tanıyır, Nə qədər qohum qonşunu gətirmişəm. Burada cehizlik mebelləri alıb. Sonra da onları boşaltdırmışam. Mebellərini təzədən satmışam. Göydə gedir, bunların mebelləri. Qəşəng. Gedək başqa mebellərə baxaq. Məşqala. Buranı 3 gün gəzsək qurtarmaz, Mənə bax. Şirin də mənə gözləyir. Vaxtım yox. Al birini çım gedim də məndə. Gedək o birisi dükana. Get. Gedək. Tüs al, oralarda qəşəng şeylər var. Vay.
Ay buna bax, buna bax. Bu adamı zəng eləyib riski görüşə çağırar. Adam başını itirib mamasının qutqası ilə gedər o görüşə. Aktayçık, давай поиграем. Mən burada bir dənə söz yazacağam. Sən onu taparsan və mənə üçün alırsan. Oynayaq ha. Всё, sən indi baxma, не смотри. Nə? Mən burada söz yazıram. Baxım. Yox, dayan. Всё. Baxım. Всё, уже bax. Hə. Давай, Aktayçık. Təkər. Düşmən nasıl? Biz nə vaxt pərdəni götürdük aradan? Aktay yox, bu köməkçi sözüdür. Qulaq as. Hə, tamam. Təkər, skorost, rul, motor. Knopka ilə şüşəsi qalxıb düşür o. Aha. Pərdə pendiri. Sən pərdə nə oynatmışsan mənim başıma? Pərdə pendiri istəyirsən deyinə, faiqı deyib qohumları göndərsin də bizə. Aktay, nə pendiri? İndi bax, sürətli olur, sürətli olmur. Belə qapı açıqsan, belə oturursan, qapını bağlayırsan. Zorla tapdıracağım mən. Sürətli olur, qapını açırsan, oturursan. Sürət qatarında tualet, o qədər oturmuşam. Aktay, nə tualet? Maşın, maşın. Maşın nədir? Elə söz yoxdur. Alay, bu Reyhan harda qaldı alay? Şirin bir dənə kurtkaya bax. Ala. Nə gündən alama. Bax, bu nədir alay? Ala belə kutku olar alay. Mənim Şirin, qoca çatmayıb, qoluna farsat kimlər. Ala mıy kim alar ala, bu nədir alay? Ha, inanırsan mıy kimsə moda verilişində görüb, deyib gətirib Azərbaycana partlatacam ala. Bunu atırsan qapının ağzına, ayağını silib içəri girsən. Ala. Prosta ayaqqabıları yırtıb aparacaq, buna bax, görünə Ala, eşitirsən Fəxri? Mıy mənə versələr, üstündə də 10 mad versələr, inanırsan mıy yenə götürmərəm. Ala, bu nədir ala, belə kutku olar, ayıb da ala. Ala, düz deyirsən ala. Burası belə, burası koca. 12 manat deyil bu. 12 manat? Ala, məzələm ala, 12 manata kutku olur. Yəqin səhv salmısan. Allah səhv salmamışam, 12 manat da gələ bax da. Bu da yaxşıdır ya. Ala bax da 12 manatdır da, ala. Ala bu deyil. 12 manatdır da, ala. Bomba deyil, ala. 12 manat? Dəli deyil, buna bax. Təmizləri. Burası deyil, ala. Amma mən bunu giyinmərəm, inansan. Mən sənə bir dənə söz deyim, qardaş. Bu, hər adamın şkafında olan şeydir ya. Mənə bax, asırsan şkafdan, lazım oldu giyindir. Aslan giyindir. Mən bax da, amma bunu uduzluğuna görə alırsansa, alma ondan sonra. Giyindirsənsə al. Hani? Yəni bir dəfə ilə deyil də. Mənə bax, birini də sənə götürəyim. Al, yox, mən bunu giyinərəm, ala bu nədir ala? Giyinərəm mən bunu, səncə bu diqqətlə baxmadan, mən bunu giyinərəm. Mənə yaraşar, ayıb yardım sanım var. Ya. Giyinərəm mən bunu. Ya, giyinməz. Bomba deyil. Allah. Nə, sən birini də mənə götür də. Hansı razmı? M. M. Mən vurursan bax. Ola M. Sən neydi? Getdi kassi. Ola 12 manat ola. Əla. Buyurun xanım. Buyurun. Salam, xoş gəlmisiniz. Bir yerdə vurun. Hamı ayrı olsun, ayrı. Deyim ki, çox gözəl seçim etmisiniz. Hazırda bu game endirimdədir və biri 1200 manat olacaq. Bəlkə deyirəm, papaqdan götür, ey. Amma mənə baxırsan 100% baxmırsan qiymətə. O nə? Mən işte 12, bu yanda da yine vardı. 1200 dediniz də, hə? Bəli. Deyirəm, bu yoxsa o? Buyur. Nə gic-gic danışlar, bu o nədir? Deyirəm, bu kurtkanı götürək, yoxsa o tükandakı kurtkanı? Hə! Xanım, üzr istəyirəm, biz bayaq başqa bir dükanda ona oxşar bir kutkaya baxdıq. Paşda eyni şeydə oxşayırlar. Bəlkə deyirəm, o kutkanı gətirib burada geyinək xanım baxsın bizə, desin yaraşır yoxsa yox, hə? Əla. Ola bilər. Əla. Gətirək. Hə? Düyü gətirək. Əslində bu yaxşıdır, hə? Mən bu xoşuma gəldi, sözün düzü, hə? Bu mənə belə daha yaxşı bu mənə oturur. Əynimə, hə? Bu daha yaxşıdır. Siz bunu saxlaya bilərsiniz, bir dənə gedək ora təzədən qaydaq. Olar. Amma xahiş edirəm, belə bir yerə qoyun ki, bunu gəlib alarlar, sonra bax. Biz bunu 100% istəyirik ya, bu kutkanı istəyirik. Bildim, narahat olmayın. Qoyursan bir dənə kroka, sonra da mənim adımı yaz. Faxı. Yox, lap şirin yaz, şirin. Hə, fərqi nədir? Yəni qoy mənim adım yazsın, hə. Amma bunu 100% götür ya, bu olsun. Hə, bax, məncə bu daha yaxşıdır, hə. Gələcək, tamam ki. Allah fərmandan bax, bu burada nə inir ala? Bu bizi görüb 100% məzələnəcək. Deyəcək ki, şopinqə ən baş almağı deyənlər gəldi. Mən elə ən baş almaq deyirəm də, şopinq nədir?
Burada ne? Ağlarımın puluna baxın, harada alamına burada pul. Mən bilirəm, Kənandan soruşmuşam. Binance-də kriptovalyuta alıb satır. Mənə bax, ilk qeydiyyatdan keçirsən 3 dollar verir. Danışıdakı depozitdə 5 dollar verir. İlk alış-verişə də 7 dollar verir. Özdə orada müsabiqə keçirilir. Müsabiqəni keçdin, bir dənə BNB verir. Başlaşdın, BNB-də də 600 dollar təxminən pul var. Məzələm, deyirəm, bəlkə biz də gedək Binance-dən qeydiyyatdan keçək, pulu qazanaq da. Hə, gələ bu qutqanı dalaq, yaxşı da öyle qıza söz vermişik, qoyun burağa. Ala, qız bizim kimləri bilsən nə qədər görür. Mən ama çıxaq aradan. Həri, mən çıxıram. Yavaş-yavaş gəlin dalımca paltarlar arasıyla. Tutur, Teymana qız tutur. Getdi. Qaqa, mən baxı, mən başa düşəmirəm. Yəni sən Oksayemdən niyə pul aldın? Yəni niyə tək gəldin bura? Ümumiyyətlə nə istəyirsən, qaqa sən? Hala, narahat olma da mənli idi də, narahat olma. Mənə güvən. Sən axırıncı dəfə güvənəndən sonra mən 3 ay kartoşka presi yemişəm, qaqa. Nəsə güvənməyim mən sənə. Bura bax qaqa, nə olar girməyə də içəri. Buna tənəmə ilə qoydular ki, qabağa gəl, bir sənə var. Hala, sən heç onun anadan gəlmə, zavaskoy belə. Hala da, narahat olma, mənli idi. Diyə hala, gör nə deyirəm, bu bir vaidinə o sürür, o maşındır. Ha, qaqa, hələ adamlarına da al, ha. Adamlarına da, deyirəm hala, mənim çayxanamı əlimdən alıb, xəyalımdakı yeb maşını alıb, hə. Yaxşı, mən bundan sonra imkan vermərəm mənim əlimdən nə salsın. Gör nə deyirəm, güvən mənə gerək girək içəri. Başım bırax da, qaqa, nə olar? Gəl bura. Gir. Burada Wi-Fi zad yoxdur. Siz internetə necə atqıçat olursunuz? Müəllim, mən internetə paketlə girirəm. O da mənim maaşıma daxildir. Gündəlik 2 dənə bizon palojinamdır. Neçə megabaytlıq internet götürürsən ki, bəs eləyir? Mən kilobayt götürürəm. O da ancaq qısa videolara baxır. Bax, belə, balaca. Narahat olmayın. Bizdən pula qoyuluq gəlməz. Hə, qaqa, biz bura mini kimi gəlmişik, hə? Müştəri kimi gəlmişik bura. Nə müştəriyə, mən sizə deməmişdim ayağınız bura deyməsin. Atam, sən bizə ola bilər çox şey deyərsən. Məsəl üçün, qova bilərsən, nəsə deyə bilərsən. Amma biz özümüz gedmişik buradan. Öz xoşumuzla gedmişik. Yəni, qovulmamış. Şirinin siz çıxarmağı 2-2 deyil, qaqa, 2-2. Belə baxıram, vurma cədvəli ilə aron yaxşıdır ya, hə? Elə pis deyil, qaqa. Onda bilən otur. Hə? Çök, aşağı. Aşağı. Çök. Qəşənglə bir dənə oyun oynayaq. Mən sənə sual verəcəm. Düzgün tapsan diri 100-lük verəcəm. Tapa bilməsən qulağının dibindən bir dənə sehirli şillə gələcək. Razısan? Mən danışır. Razıyam, hə. Razısan? Silah saat varsa çıxarın qoyun ortaya. Allah silah mənim dilimdir, dilimi çıxardım qoyum stola. Qaldırın əllərinizi yoxlayaq. Uşaqlar, ehtiyac yoxdur. Kesin oturun. Oturmayaq. Keç ala. Allah şəmət. Türk pişiyi. Sən burada nə insan, Layko? Neyiniyim, ey Şirin? Çörək puluna çıxmışam da. Sən nə qınıloy adamsan, la. Sən pula görə hər şey eləyərsən ki, la. Eləyərəm. Hə? Onda belə çıxır ki, qonşunun qurbanlıq qoyunu doğrayıb satarsan. Hə, mən onu dünəndən aparıb əritmişəm. Pulunu da yemişəm. Yaxşı, daha uzatmayın. Çıxardın, pulunuzu göstərin, sonra sifarişinizi eləyin. Sən pulla bastırarıq, ala. Temmoli bu dəqiqə pulsuz adam bastırmırlar, hə? 5 vur 8. 5 vur 8 qoy, deyən 56. Ağadada Şağayev demişkən, gecdir daha. Ala o gec daha deyil, gec də artıqdır. Artıq sənsən, burada? Artıq mənə. Ağada şahva qulaqsızsan da, o mahnıları var, o partladan mahnısı nə idi? Dodağı var, gidiş. Manat oxuyur, o manat oxuyur. Deyirəm, ala ağadadaş deyir. Yox, mənim nənəm qulaqsızdan, onun kasetləri alırdı, manat oxuyur, ən son manat oxuyur. Mən o ama ağadaşlı qoymuşam, yəni partladan ağadadaşlı. İnanırsan, toylara qeydim vaxtı mama gezən, hamımız o mahnı oynuyorduk, ay bu günlər. Bir görəm ki, qardaşım da mahnıya qulaqsan da, musiqiyə həvəsi var. Sən özün hansı mahnılara qulaqsan, qoyum, hansı müğənni? Bax, qoy mən deyim, ən çox xoşuma gələn müğənni kimdir? Eştin Katser. Eşdirəm, necə? Eştin Katser. İnşan Xəzər deyil, qaqa. Təmayit oxuyun, yaxşınla. Eştin Katser, ala Eşən Xəzər kimdir? Mən onun belə mahnılarına qulaq asmasam da, o çox yaxşı oğlan deyə, ona əziyyət olub, ona işə gəlib buralara. 15 vur 16. 15 vur 16. Şirin, sən həmişə belə eləyirsən, dostuvu şillə ilə vuranda Smirin oturursan. Atam, mən həmişə belə söhbətlərdə özüm çıxıb gedirəm ki,
Kimsə dostum vuranda mən onu görməyim, başa düşdün? Pis olmayım. Belədir ki, sən vurma zədbəndən danışdın bayaq. Yəni bu elmdir də, başa düşdün? Ləzzət elədi. Ona görə sustum qulaq asdım. Yaxşı, onu uzatmayın. Zakazınızı elin baxım. Zakaz, Eko. Deməli 2 dənə spagetti bolognese, 2 dənə də vasminok salatı. Asminok deyim, asminok. Valla mən belə deyirəm, mənim üçün vasminokdur. Valla siz qudurmusunuz, siz mənimlə izdiva etsə eləyirsiniz ala. Hə? Atam mənim sizin obrazımdır. O söz var ya, quduran itdi bir də sən. Həm onu itdim mənnəm. Ha, bura. Eləmə ki, velikamdan istifadə edin. Elə görüm. Belə elə. Hala buna. Çıxar. Çıxar göstər. Hala çıxar. Hala, yeni görsünlər. Aparın bunların içində optum çöldə vajat elin gətirərsiniz sonra. Mən Aparın vajat elində bunda Geç çay deyil. Bağla gel. Hala sən. Faxı. O süni qaqaş var ya, adı neydi onun? Bir dənə gir ona. Süni intellekt. Nə bilməm, onu bir dənə gir. Girim də. Hop, gəldi. Gəl, söz verin. Qaqaş salam edirsən atam. Şirindir, mənə bax. Bizim çayxanamızı əlimizdən alıblar, Neyini? Sizin çayxananızı bir neçə səbəbdən əlinizdən ala bilərlər. Ala yox, səbəbsiz alıblar. Nə səbəb ala? Ala bildin də kimdir səninlə danışan? Şirin. Bir diqqət Şirin. Çayxananın adı mamanın çayı. Oranı elə əlinizdən alsalar yaxşıdır. Ora düşmən postuna oxşuyurdu. Hala sən bunun ağzını patlatsan ha. Nə saçmasın ha bu? Ona deyən normal dansın ha, mən də söhbətə kursam. Git. Faxı, bir dənə girib WhatsApp-a. Sonra bütün idmançıları tökəcəm bura. Rafael Ağayevə girib dənə. Brilyant. Gəl. Anlayalım sana sən, qara brilyant. Deyəm. Rafael, atan necəsən, nə var, Şirin deyə danışam. Gör nə deyirəm, bir nəfər var. Onun bir dənə başına təpiyi qaldırmaq lazım. Sən də hələ də qalxır da, hə? Təpiyin üzərindən paslamayıb. Bilirəm, sən qara bilyansan, sən elə belə oğlan döysən. Atam, sənə bir dənə mesut atsam, gələrsən də ora. Bilsən də karateni yaxdım da. Hala o vaxtı gəldim karateye, qoca baş aymaq zadı var ha orada, başlar ayırsan ha. O mənliyi də ödə burada. Bir də baş ayında dedim, os, el yüz saat. Yaxşı da ödə burada, elə şeylər mənliyi də ödə. Ona görə karateni attım. Ha, yəni bilirsən də, oldu atam, davay. Hazır eləyə bir gir, hazır. Hadi Ali. Gel. Hacı, atam necəsən, nə var, nə yox? Hacı, ararıb səni yadıma düşüyor. Bir yerdə, məşqəzdə gedirdi, yanındadır. Ayda, bir yerdə, hə? Hacı, deməli, bir-iki nəfər var. Bedrolluq adamlar da, başa düşdün. Bunlara bedrol lazım ki, bu həyatı başa düşsün. Mən sana bir dənə mesut atacağım. Hələ bizim çayxanada olub söhbət. Bir dənə yığıb gətirsən də bütün uşaqlar, güləçli uşaqlar, hamısını. Öpürəm səni atam, öpürəm. Davay. O Şirin, sən bəyəm Hacı Əliyevlə uşaqlıqda məşqə getmişsən. Mən deyəndə Şirin canavardır. Mənə inanmırsın, hə? Gördünüz, qaqam deyil. Tanımır, mən hələ deyil. O vaxt Hacı məşqə gedirdik. Mən də onunla bir trolleybusda gedirdik. Bu düşürdü zala girirdi, mən də nağara məktəbinə girirdim. Az soruşdum, hər şeyi dedilər. Xosunun başına nə gəlsə, çayxanada gəlibdi. Bu yenə gəldi də, siqnalını götürüb gəlib. Uf! Həkimlə danışdım. 2 ay xəstəxanada yatmalıdır. 5000 də pul lazımdır. Pulu düşün bura görüm. Yoxsa gedirəm, polisə şikayət eləyəm. Mən başsız qadınam, 5 dənə bitim yoxdur. 5000-i hardan tapım mən? Ceyran nənə. Sən... Yox, o mənada demirəm, mən bilirəm bu pulu sənə kim verməlidir. Çək gedək mənə həll edəyəm məsələn, gedək. Gəl. Efsizsən Ceyran nənə. Arada ki, pul edəyim. Mən şokolad, əla, süper. Bunlar. Nənə, bax bunlar 2 ilin söhbətindən görə sənin nəvəmi basıb döyüblər. Döyüblər, onda kompres ödəsinlər. Kompres? Bax gör, lüğətdə elə söz var, kompres... Nənə demək istəyir ki, mənim nəvəmi çırpıb şikəst eləmişsiniz, kompensasiya ödəməlisiniz, pul, money. Bu boyda saat baterkası söhbəti tutdu, siz tutmadınız. Hə, kompensasiya. Sultan, o nədir belə? Bir dənə baxa bilərsən? Ala şeydə qampulu da. Həri, qampulu verməlisiniz, özü də 5000. Nəvəm ölür, müalicə almalıdır. Problem yox, 5000 hazır. Əlvat cibə. Ala bu yenə inib cibimə pulu qoymuşsan. Bax. Kül sənin başına. Bura bax, mənim nəvəmi
kimi döymüsən. Ya pulumu verirsən, ya da gedirəm polisə şikayət eləyəm. Nənəcan, mən səninlə tamamilə razıyam. Vurmuşuqsa, bunu abarotinlisini verməliyik. Abarotinli? O nədir la? Nədir o la? Sultan, bax gör abarotinli nə idi? Abarotinli... Müəllim, baxdım, elə söz yoxdur. Amma maraqlı söz oxşayır, ha? Gərək abarotinli sözünü belə tez istifadə eləyək ki, onu lüğətə əlavə eləyək. Yaz onu, abarotinli. Mənə bax, məndən ağıl danışma. Mənim saf uşağımı döymüsən, onun dilinə heç vaxt içki dəyməyib. Mənim evimdə ümumiyyətlə heç vaxt içki olmayıb ki, o da içsin. Nənə, belə pis çıxmasın, mənim 5000 manatım yoxdur. Yaxın 2 il ərzində də mənim 5000 manatım olmayacaq. Amma Şirinin mənə 5000 borcu var. Mən ondan alsam, sənə borcumu qaytaracağam, heç bir problem yox. Sən verəcəksən pulu. Ay. Hə. Nə? 5000? Dəli olmusan? 5000 çox deyil xosu üçün. Onu ədəvi çəkləri bağlamaq olar da. Mən sənin kimi divar boyda oğlanı 150 manata böyütmüşəm. Xosunun nə dəyəri olacaq? Yaxşı da, narahat olma. Görüm nə edirəm. Hə, eybi yoxdur, neyniyim də? Belə lazım gəlsə, qapı-qapı düşüb dilənəcəm. Belə də alınmasa, gedəcəm adamların gür yerində oturacam, qabağıma dəsmal sərəcəm, onlardan dilənəcəm. Burada insan taleyindən söhbət gedir. Yaxşı, narahat olma. Məhtiş, nə olub? Nə insan taleyi? Bizim xosunu yaxşı döyüblər. Belə mitilini atıblar, belə. İndi həkimlər müalicəsi üçün 8000 pul istəyiblər. Hə, sən o qıraqda dar gün üçün saxladığın puldan verdi mənə. Mən dar gün üçün ancaq slipi yığmışam. Bəlkə Oqtaydan istəyəsən? Yox, Mirvari. Oqtaydan istəyə bilmirəm. O mənə o qədər kömək eləyib, o qədər əl tutub. Bir dəfə mən yolun ortasında bir dənə maşın dayanmışdım. Oradan benzin çəkirdim. Birdən qəfil Oqtay çıxdı qarşıma. Mənə dedi ki, düz eləmirsən. Çıx get evə. 5 litr benzinin pulunu verdi mənə. Mən bu ana o qədər pis oldum. O qədər pis oldum. Oqtayın dalınca baxdım. Baxma. O qadarın dalınca baxma. Elə Oqtay tini dönən kimi təzədən benzini çəkdim, apardım, satdım. Məhtiş, bu neynir? Az mənim pulumu ver, səni görüm Allah öldürsün. Cənazə maşını ilə zibil maşını toqquşsun, zibil aparıb bastırsınlar, səni də balaxanın zibilliyini astırlar. Allah səni öldürsün. Məhtiş, xosunun nənəsinə sənin borcun var. Ay qız, mən borçlu deyiləm, sən borçlusan. O elə bilir ki, sən də borçlu. Gördün vəziyyət nə qədər ağırdır. Qıraqdakı pulu ver mənə də. Pulum yoxdur axı. Əgər iş belə qəlizdirsə, bəlkə gedək Oqtayın ofisinə. Mən Oqtaydan öz adımdan pul istəyim. Hə, gəl gedək. Gəl. Nə yaxşı. Elə mənə də sənin Oqtayın ofisinə getməyin lazım idi. Öl, partla, nə qədər istəyirsən söy, onsuz da eşitmirəm. Aha Şirin, necəsən? Sağ ol, sən kimsən bura? Tanımadın məni, Ako. Hansı Ako? Sumqayı. Ayxan sənsən? Hə. Ako Sumqayı, bağışlayı bura, belə fikirliyəm, dilxoram, inansan, bilmirəm, neynirəm. Mənim çayxanamı əlimdən aldılar, bildin də, bilmirsən də, hardan biləsən. İnansan, mən elə oğlan dörəm, dayxan, bilsən də mən nə söhbətlərdə olmuşam, mənim aləmim nədir, başa düşdün? Yəni, çayxananın Şirinin əlindən almaq nə deməkdir? Bəlkə sən onlarla söhbət eləyəsən, bəlkə çayxananı geri alasan. Kimdən söhbət etmək lazımdır? Sağ ol, Ayxan, Allah, mən də bilirdim, sən belə oğlansan, ürəkli oğlansan. Atam heç bunlar... Allah, mən nə danışıram, atam heç gələcəm, Sumqayıtda görüşərik. Oldu? Davay, atam, davay. Mən niyə buna deyim ki, mənə kömək edin? Yazım uşaq. Salam atam. Salam. Mənə tanıdın da Vilka Şirin. Tanıdım sən. Vilka Şirin qoy qıraq ha. Sən Mətişin oğlu Şirin dözsən. Hə, oyam. Yadıma gəlir töküldücə mənim üstümə, Balaliza, Kamas şofiləri bir abırçılıq çıxartdı orada. Tanıyıram səni mən, yaxşı tanıyıram. Hə, oyam, indi oldu getdi də, indi mənim sənin işim düşüb, bir sən necədir, indi bilirəm ki, sən qoldan qüvvətlisən, belə ürəkli oğlansan, belə yekə falan. Çayxanamı əlimdən alıblar. Kim alıb ala sənin çayxanamı? Allah, heç sənə oturduğum yerdə gəldilər, gillər ki, çıx bura bizimdir. Mən də orada əziyyət çəkmişəm, əziyyətim olub, illər də oranı qaldırmışam. İndi mənə bir dənə kömək edə bilərsən ki, onlarla söhbət edəyək. Qələt edir ha, gedək ya, o kaziyonları başa salacam mən. Gedək. Hə, gedək də Allah. Gedək qaqaş, gedək. Sağ.
Qolun neçə santimetr olar sənin belə şey? Mən belə məşq etsəm belə ola bilərəm. Nə olmursan, olarsan. Aha, Oqtay əmi. Xeyr ola səhərin gözü açılmamış, hə? Yoxsa sən bilirsən ki, mənə bax streyka verəndə minimum aşağısı 2 dənə skoropomuş maşın olmalıdır burada. Oqtay əmi bilirsən də, mən adamı durduğu yerdə işə salaram. Şirin, bu dəfə səni işə özüm salacağım. Yangonun rəsmi partnyoru Soundright şirkətinə sürücü kimi. Bax, gör səni nə qədər çox istəyirəm ki, Şirin. Birinci dediyim adam sənsən. Oqtay, bir dəqiqə saxlayın. Sən nə danışsan? Mən cəmaatın əlindən tutacağım, peşkom tullana aparıb o ünvanına çatdıracağım. Mənim maşınım var. Ay Şirin, onun üçün narahat olma. Soundright şirkəti sənin maşınla özü təmin eləyəcək. Üstəlik də reklamları vurulmuş, GPS-i hazır quraşdırılmış. Vergi qarışıq, heç bir xərci də sən ödəməyəsən. Şirkət özü ödəyəcək. Hazır maşındır da, işte ayva 1000 manatımı qazan. Oqtay, olar sən milli sual verim. Ver. Bu 1000 manatdan əlavə çaqçıq olacaq. Çaqçıqsız iş olar ay Şirin. Əlbəttə olacaq. Baş sponsor Soundright. Ay Şirin, məşğələ nəsə olub? Mamaya nəsə olub? Nə olub ki mamaya? Ala bir, yemək nəsə oldu öyle? Ala sən çaşmısan ala, hə? Çaşmışam, sən çaşdın o şey. Ala sən mənim anamın əlinin duzuna atsan mənim var, hə? Dava dinən sənin olun mənim anam, dinə. Ala öz yerində də olmadı ki, öz yerində. Ala dilindən eşitmək istəyirəm, sənin olun mənim anam. Sən o mənim anam. Ay, sağ ol. Gəl bir dənə. Mama, faxı yemək yiyin, sən pişirdin yeməyi. Deyir, nəsə yemək birtərdir. Nəsə problem var sənin yeməklərində? Ala bildin. Ay. Nəyi bildin ala? Eşidirsən? Mama deyir ki, faxı həmişə yemək yeyəndə, yeməyin yanında bizon içir. Ala, deyirəm də nəsə çatmır da burada da, nəsə çatmır ala, buna bax. Deyirəm də mən də. Birini də mən için. Bizondan da. Ləzzət, buna bax. Bu olmasa olmur da. Baş sponsor Bizon. Hər kəs alacaqdı, niyə Hollandı bilirsən. Olsaydı pulum almağa, qurbandı bilirsən. Verməz qızın Oqtay mənə, yoxdursa traktor. Aşıq Şirinin dərmanı Reyhandı bilirsən. Gəl, qəm yemə bir sirri verim mən sənə ey dost. Almaq New Hollandı çox asandır bilirsən. Doğrudan deyirsən, tam necə? Lizinqlə. New Holland traktorunu 60 ay faizsiz lizinqlə almaq mümkündür. Özdə bu traktorların komfortuna söz ola bilməz. Yayda da, qışda da çox rahat işləyirsən, içində kondisionerinə qədər var. Gündəlik pul qazandırır, özü də öz aylığını çıxardır. Atam öpürəm səni. Sən ki mənə yol göstərdin. Bu Şirin sənə heyrandır, bilirsən. Xüsusi sponsor New Holland traktorları. Satdığın açatım? Yox, Oqtaycıq, gözlə. Hadi. Davay. Bırak. Aça bilərsən. Açım. Surprise! Hayda, Nasya. Mənə elə belə hədiyyə eləyən olmamışdı, Nasya. Ay, Oqtaycıq, ты что говоришь? Sən nə danışırsan? Mən həmişə səni radovat istəyirdim. Bax, sən BYD almaqla mənim könlümü fəth elədin, bir dəfəlik. Çox sağ ol bu hədiyyəyə görə. Oy, Oqtaycıq, sən də çox sağ ol bunu hədiyyəyə görə. Yox, mənə niyə, Nasya? Hədiyyəni sən almısan da mənə. BYD-ni alan sənsən də. Oqtaycıq, yox, sən mənə bunu almısan. Mən gəldim, seçdim, bəyəndim, bey verdim. Qalan da sənə deyərsən. Ne yaxşı sürprizdin, Nasya. Belə başa düşdüm ki, BYD-nin bütün rasxodları mənim boyumadır. Niyə Oqtay? BYD-nin rasxodu olmur. Plug-in hibriddir. 30 dəqiqə bol nəzarətə yığır. Çox komfortlu. 100 kilometr 4 litr benzin rasxod gedir. Sən o vaxtı məni seçəndə mən bilirdim ki, həmişə seçimin düz olacaq. BYD-nin də düz seçmisən, Nasya. Oqtay bəy, salonumuzda olan bütün modellərə Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar 5%-ə qədər endirim kampaniyası var. Və əlavə olaraq kampaniya müddətində əldə olunan bütün modellərə 5 dəfə yağ dəyişmə hədiyyə olunur. Xüsusi sponsor BYD Motors Baku. Ayda, sənə nə yaxşı ətrin var. Doymuram səndən. Dəli eləyirsən məni. Şirin! Ayda, seriozum.
Sən kim edirsən? Sənin gözəl ətrin var, səndən doymuram. Seriozum, sabun yeni məhsulu çıxıb, ətli kalbasa, ona deyirəm də. Mən də qorxmuşdum. Elə bildim mənə xəyanət edirsən. Seriozum, bizim kitabda xəyanət yox. Mən heç vaxt sabun kalbasasına xəyanət edib başqa kalbasa yemədim. Xüsusi sponsor Sab halallıqla ət və süd məhsulları. Aktay, çox sroçna. Mən təcili ev dəyişirəm. Sən mənə təzə ev alarsan. Ay Nasya, sən təcili ev al elə deyirsən ki, elə bil qaça-qaça gəlib qarpızlı saqqız alıb gətirib verəcəm sənə. Belə ev dəyişdirərlər. Həm də sən evini niyə dəyişdirsən ki, gül kimi evin var? Ay Aktay, sən mənə qulaq as. Bizdə sosiet var, onda rебенок var. O hər ağlayır. Mən yata bilmirəm, mənə yatmaq lazımdır və təzə ev. Ay Nasya, harda görülüb ki, uşağın ağlamağına görə evi dəyişdirəsən? O uşağın ağlamağını kəsmək mənlidir. Bax, mən ona Sleepy hədiyyə eləyəcəm. Uşaq bu Sleepy'ni geyinən kimi səsi o dəqiqə kəsiləcək. Bilirsən niyə? Çünki Sleepy uşaq bezləri uşağa səpki, allergiya, pişməcə vermir. Üstəlik də Sleepy uşaq bezlərinin yüksək əmicilik qabiliyyəti olduğuna görə suyu özünə tez çəkir. Maye qətiyyən uşağı narahat eləmir. Sən bunu onlara ver. Xüsusi sponsor Sleepy uşaq bezləri. Şirin, gözlərimi niyə bağlamısan? Yaxşı da aç gözlərimi. Seriozum, qorxursan be, nə olur? Yox Şirin, mən onsuz da səni gözü yumulu sevmişəm. Gözü yumulu? Düzü, başa düşmədim bu söhbəti yaxşı mənadır, yoxsa pis mənadır, amma seriozum. Hazırsan gözləri bas. Hazıram Şirin. Hazıram. 1, 2, 3. Aha! Bura haradır Şirin? Seriozum, yadımda sənə demişdim, səni bir dənə başqa bir şəhərə aparacam. Hə, demişdin. Həmin o şəhər buradır. Bizim ev, Meybel şəhərcidir. Ay da Şirin. Çox gözəldir bura. Ne yaxşı sən mən bura gətirdin. Meybelə aid hər şey burada var. Çox rahatdır. Biliyorsun, yadında saxla. Bizim aləmdə bir mənəm, bir də bizim ev Meybel şəhərcidir ki, bizdə yox söhbəti yoxdur. Bildin? Hər şey var. Xüsusi sponsor Bizim Ev Mebel şəhəri. Həməd xala, bəyəndiniz dəmlədiyim çayı? Çox sağ ol Reyhan. Çox gözəl çay dəmləmisən. Superdir. Mənim daha ürəyim rahat oldu ki, Şirin evə gələndə qabağına qəşəng çay dəmləyib qoyacaqsan. Çox sağ olun Mətiş xala. İstəyirsiniz yenə süzüm? Yox quzum, daha nə boyda çay içəcəm ki? İndi keçək başqa məsələyə. Reyhan, tutaq ki, Şirin evə reski gəldi. Dedi ki, seriozum. Nə bişirmisən yeməyi? Acından ölürəm. Tez mənə yemək ver. Onda nə edəcəksən? Dönər sifariş verəcəm. Axı Şirinin ürəyi gedir 1-2 dönər üçün. Ay qızım, onu demirlər, eləyirlər. Necə eləyəcəksən? İndi? Hə də, indi. Bir saniyə. Necədir Mətiş xala? Şirinin ürəyinə gedən yolu tapmışam. Şirini ötür o tərəfə. Əsas odur ki, qaynananın ürəyinə gedən yolu tapsan. Özü də çeriz, 1-2 dönər. Xüsusi sponsor 1-2 dönər. Aktay, qar yağdı. После снега krışıdan su gəlir. Divarlar hər şey qaradır. Adama işi düşəndə beləsinin işi düşək ya. Bilsən nə yox, Şiro? Gedirsən o nəyi var probka ilə belə addım. Birdən kimsə belə yol verir sənə ki, keç hava olur, keç sür get. Bax elə boşluğa düşüb gedirsən ha. Sənin mənə işin düşməyin bax elə olur. Yoxsa işi düşənlər zəng edir. Əmə oğul deyir 5 manat yolla. Əmə qızı deyir 12 manat göndər qazın pulunu vereyim. Hiç vermək də istəmirəm. Ay Aktay, ты что и говоришь? Я про dom говорю. Sən hər dəfə demirsən ki, mənə şirkət var, o var, bu var. Kvadratın 800 manatdan, remont, hər şey var. Nə oldu indi? Var da. Hə? Deha, Green Home. Green Home'dan kvadratı 800 manatdan bir dənə evlər çıxmışam ki, bildiyin evləri. Yəqin sənin evini Green Home şirkəti tikməyib. Ona görə su buraxır. Narahat olma. Uşaqları göndərərəm briqadada elə. Birbaşa həm damın problemini həll edirlər, həm də evdə o qaralmalardır, nəmişlikdir. Hamısını kökündən həll edirlər. Xüsusi sponsor Green Home Construction.
Oqtay, sənə deyirəm, şirin gülü döyüblər, çayxananı əlinə alıblar. Sən sevmirsən ya. Ay Fərman, Nasya çıxıb getdi. Özü dala da qayıtmaq istəmir. Mənə lazımdır şiringili. Oqtay, Nasyanın başını bırax da. Sən necəsən? Sən 85-ci dəqiqəyə qədər oynayan futbolçu kimsən də sən? Uzunsan, amma qol vurmaq istəyirsən, yorulmusan, hayın qalmayıb, heyin qalmayıb. Neyim? Pas verin başqası vursun qolu. Bir də baxanda amma 50-dən sonra elə olur da. O Iniesta görmürsən. Stadion boyu hamını alladır. Gəl qapıya çatanda təngə nəfəs olur deyə qolu vura bilmir, pas verir, başqası vurur. Onun əvəzindən qolu. Matan zat deyirdi ne? Bu nə söhbətdir? O niyə şiringili döyüb ki? Onu mən göndərmişəm bura. Açığım, ona da biraz pul verməliyəm Oqtay'ım. Kartım da düşüb bloka. Ay sən həyət evinə köçək, yoxsa sənin pulların bloklarda itib qutaracaq. Oqtay'ım, sən zarafatlarına həmişə zariyatka verib də mənə də. Oqtay'ım, mən pulu gördüm, yadıma düşdü. Bu gələn maşınları necə eləyib? Maşınlar gəlib, işçi tapılmır. Pul da tökülüb ortalığı, bunu yığan yoxdur, necə eləyəcək? Sən onu mənə bırax. Məndən qohumlarım var ki, onsuz da hər dəfə gedəndə o hərə bir tərəfdən gəl. Sən canım mənim uşağımı bir yer elə. Sən canım mənim uşağımı bir yerlərə çatdır günən. Sən Sandroid'in şərtlərini mənə səslə yolla. Gerisini mənə bırak. Oqtay'ım, səs deyəndə ki, burada nə var ki, mən deyim də belə. Ayda 1000 manat nağd gəlirdi. Vergi məsələlərini və bütün başqa xərcləri şirkət öz boynuna götürür. Ondan sonra da yaxşı, normal, zaryadka verən elektrikli maşındır, bir də reklamlı maşındır və salam, hər şey bulan. Ay Mətiş, bura nə üçün gəldik? Demədin ki, Oqtayın yanına gedirik ofisə. Xosun vəziyyəti ağırdır. Az gedirik də. Mən bura ilə əməkdaşlıq eləyirəm. TikTokda reklam eləyəcəm. Neçə eləyirsən reklamı? 2 göyə. $2000. Az yox, 2 dənə göy qutabına. Orada mənə 2 dənə qutab ver. Mirvari, al, sən də çəkərsən. Hə, basıram ha. Əziz və hörmətli izləyicilər, həmişə məndən soruşursunuz ki, sən qutabı harda yeyirsən ki, belə gözəlsən? Nə məntiqsiz cümlədir? İstəyəm da, başlayın. Əziz və hörmətli izləyicilərim, indi mən sizə bu möhtəşəm qutabxananın ünvanını deyəcəm. Deməli, Vüsalın ayaqqabı sexinin içərisindən keçirsiniz, gəlirsiniz Aytənlə Zöhrabın dalaşıb boşandığı yerə. Oradan sola burulursunuz. Qabaqda Səlimin kafesi var. Orada dayanırsınız, üzbə-üzdə həmin qutabxanadır. İstəsiniz arxası qutabxanaya dönüb, daldalı qutab da yeyə bilərsiniz. Yox. Gedək də. Getdik. Azmətiş! Mənim 5 günümü ver. Səni yorum yasında qaynamamış çay versinlər. Yasına gələnlər 2 dəqiqədən artıq otura bilməsinlər. Ay Mətiş, bunun doğrudan başı xarabdır. Gedək Oqtaydan pul götürək, Xosun əməliyyat elətdirək. Gedək, onsuz da siqnal səsindən ağız yanı qulaq eşitməyəcək. Çəkil ala. Hələ siz gəldiniz. Atam, biz sağollaşmamışdıq ki, biz hələlik demişdik. Gəldik. 7 vur 8. 7 vur 8 bilərim mənə. 72 qana, 72. Atam, bir dənə gəl içəri. Sizə xosunu döyən. Ha, Toti? Necəsən, nə var, nə yox? Sağ ol, yaxşı olasın. Necəsən, nə var, Şükür, yavaş-yavaş çayxana götürmüş işlədik. Nə istəyir bunlar sizdən? Nə bilim, bunlar balaca kontravoydlar da. Bunlar məndən nə istəyə bilərlər ya, qardaş? Nədir kontravoyd? Ala çıxara çayxanamdan. Çıxmıram. Çıxacaqsan. Çıxmayacağam. Çıxacaqsan. Çıxmayacağam. Çıx. Mən çıxmıram buradan. Çıxacaqsan. Çıxmayacağam. Çıxacaqsan. Çıxmıram. Çıxmıram. Ala deyəm çıx. 5000 ver çıxım. 5. Ala 5000'im olsa ölçədən çıxaram, ala. Mən 5000 versənəm, mən ümumiyyətlə adamlıqdan çıxaram. Ümumiyyətlə limon şeyi çıxaram, baqa. Ala. Adam dili başa düşmədi. Yox. Çıxıram. Basın bayra. Basıram baqa. Atam bunu bəlkə biz oturaq söhbət eləyək, belə eləmək lazımdır. Çıxırıq. Oqtay,
Sənə qurban olum. Yalvarıram sənə. Nə olar? O 8000-i ver də mənə. 8000 sənin üçün nədir ki? Elə bir 8 qəpikdir. Mən şirinsiz dözə bilmərəm. Mənim oğlum cəhənnəmə. Sənin kürəkənindir də. Reyhan bunu dözə biləcək? Ay Mətiş, hadi qutardı. Xarab val kimi eyni mahnını bayaqdan oxuyursan. Belə şirini. Vermirəm, qutardı. Oqtay verəcəksən. Belə bal kimdə verəcəksən? Sən elə insan deyilsən ki, bilirəm də, sən həmişə mənim dardan çıxartmısan. Mən hara gedirəmsə, səni tərifləyirəm. Deyirəm ki, Oqtay o qədər yaxşı adamdır. Çox səmimi, çox mehriban adamdır. Prosto sən getdiyin o məclislər var ha. Mənasızdır mən orada tərifləməyin. O məclislərdə onsuz da ağız deyəni qulaq eşitmir. Ay sestra, mən eşitdim. Nəsə problem var, nə olub, danış. Да, Настя, у меня проблем есть. Ты красавица моя. Gəlmişəm qardaşımın yanına, pul istəyirəm. Aha, vermir. Əgər o pulu verməsə, mənim oğlum şirini tutacaqlar. Настя, да. Oqtay, bu nə deməkdir? Sən niyə pul vermirsən? Bыстро pul ver. O что такое? Əgər sən verməyəcəksən, mən çıxıb gedirəm. Moskvaya gedəcəm. И ты меня больше увидеть eləməyəcəksən. Oy Настя, belə eləmədə mən səni görməsəm ölərəm. Elə bir sənəcə, sənsiz həyat mənim üçün bir sən nəyə oxşuyur? Elə bir toydu, amma kebabı yoxdur. Vasmoydu, bazarı yoxdur. Elə bir evdi, padmayak tikilib, amma limondu yoxdur. Ay Oqtay, sənə nə var ki? O padmayak evi kvadratın 800 manatdan tikirsən də 50 ildə qaransiya var. Düzdür, mən Green Home olaraq ev tikirəm, 50 il zəmanət verirəm. Amma bu kadına qəpik də verməyəcəm. Belə oldu. Vermirsən, hə? Mən bilirdim ki, verməyəcəksən. Ona görə də indi gözlə. Mirvari! Nasıl bizi? Mirvari, gəl! Oqtay! Oqtay! Bəli. Sənə işim düşür. Yəqin Sleepy qutarıb, narahat olma. Tapşıraram alarlar, sən get. Yox, Sleepy'dən bolan maşallah. Xalam qızı ərə gedir. Ona cehiz almaq üçün pul lazımdır. 5000 olsa bəsdir. Bütün qapılar üzlərinə bağlanıb. Ümidləri təkcə bizədir. 5000. Oqtay, sən xoşbəxtliyin qapılarını onların üzünə aç ki, bədbəxtliyin qapıları sənin üzvə açılmasın. Qapı. 5000. Eko, bizə çay gətir. Matan müəllim, verim çay. Bizdə qonağa umnacat eləyirlər, ver. Cəlda. Matan, sən bilsən ki, mənim kəliməm kəlimədir. Yəni söz dedim, o da olmalıdır. Düzdür, əlim aşağı ola bilər, amma başım heç vaxt aşağı olmuyor. Başa düşdün. Billə ki, atam, bu pul nə vaxtsa dəyərini itirə bilər. Amma oğlanlıq veçni qalır, dəyərdən düşmür. Hani, Şirin'in evin oğlandı öyle ya. O rəbayətdə oğlan qızı sevir, ayağı sürüşən qızı. Başa düşdün? Sonra qız da buna xəyanət edir. Oğlan qayıdır ki, çox sevirdim pulları, ala bu 10.000 dolları. Bax, Şirin həmin oğlana rabın oğlandı ya. Hala saxla da giz-giz danışsan, ayağı sürüşkən nədir hala? Hala bir dəqiqə deyən, sən mənə buradan bura gəlirsən hala. Burada 4900 manat pul var. Hanı 100 deyim? Atam, mən sənin vinimatin olmağını yoxlayırdım. Buradadır. Özüm eləydim. Ay, sağ ol. Belə. Мои девушки день рождения, мои девушки день rождения. Baxmayaraq ki, indi belə sən də nə vaxtsa uşaq olmusan da Şirin. Sənin üçün də dərs oxumaq üçün alıblar dəftərdən, kitabdan. Amma sən oxumamısan, bir zibil də olmamısan. Amma həmin o dəftərləri hansı ağacdan eləyiblər. Həmin o ağac hansı evin direyi ola bilərdi. Amma sən oxumadın. Ay, bir sabat. 6-9. 6-9, oradan samın. Dur. Min dəfə demişəm sizə. Oxuya bilmirsiniz, heç olmasa vurma cədvəlini öyrənin də. Riyaziyyat müəllimi. Pulumu götürün də var, çıx çayxanamdan. Beşinliyimizi qeyd edin, niyə qaqa burada biz? Mən belə fikirləşirəm ki, mən bu çayxanadan çıxmıram. Qaqa, sən dedim qabaqdan pul verməyək də, çıxsın sonra verək. Necə çıxmayacam hala? Səndə mujik söhbəti yoxdur, mujikoy hərəkəti yoxdur. Davayla çıxala! Şirin, sənə kimlərlə belə palojinadır, yaxşı? Atdırın bunları bayra. Davay. Zibil zaten. Bir dəqiqə özüm dururam.
ağrıyı sıxma. Şirin qaqaş, çayı ora gətirim, bura. Ay Eko, sən də ki ala demirəm. Demirəm. Day demirəm, uduram. Səfələ. Bıy, Xosu hanı? Yəqin Ceyran aparıb da. Aparıb da mənim nəyimə lazımdır. Bu dəqiqə dünyanın xoşbəxti mənim, Dünyanın xoşbəxti mənəm dünyada. Bütün varlılardan daha varlıyam. Dünyanın xoşbəxti mənəm dünyada. Oqtay mənə pul verir, baxım nə qədər verir. Ay, hardadır mənim nəvəm? Ay qız, sənin nəvəni sağaltdım, göndərdi, çıxdı, getdi də. Nə istəyirsən məndən? Əl çək də. Qəribə adamsan, sən? Az nəyə çək? Mən bu boyda ağır stres keçirmişəm, pulu vermirə görüm. Nə? Sənə pul verim, belə qara qəpik də vermərəm sənə. Gənim ol, get buradan. Əgər verməsən, bütün zibillərini atacam. Mənə də Ceyran peti deyərlər, ha. Səni elə od qoyaram, tüstün təpəndən çıxar. Ceyran, mənim səndən tanış olmaqdan başqa zibil işim yoxdur, bildin? Gedə bilərsən. Yoxdur? Yox. Xalidənin 52 yaşında qızının bəxtini sən bağlamısan. Fəridəgilin həyətində belə cadular bastırmısan. Fəyətgilin qapısı cırıldayanda çimbişka yağı adı ilə aparıb qut yağı sürtmüsən. Davam edin, Mətiş. Yox, lazım deyil. Pulu verirəm. O kağızı ver mənə. Əvvəl kağız, sonra pul. Pul. Ala, get. Gözüm görməsin sən daha. Çıx get, həyatımdan get. Bazar məşdiməz. Rədd ol buradan. Siqnal yadımdan çıxmasın, püfləyə get. Mən nələr eləmişəm. Oktay, sən niyə mənim gözlərimi bağlamırsan? Ya очень боюсь. Əlbəttə sən bayız. Sən çox şey bayız olsan. Nastya. Aya. Çatdıq. Çatdıq, hə. Gözü açıram. Davay. Bu da sana sürpriz. Oktay, sən mənim üçün traktor almışsan? Sən üçün almamışam. Mamanı almışam. Fikirləşdim ki, olsa da mamanı kəndə göndərirsə, kənddə bizə nə qədər şumlanmalı torpaq var. Bir dənə də traktor alım verim mamana, şumlasın da oraları. Həm də ki, belə deyil, qıraqdakının mamasına traktor alıb bağışlayan oğlan kimi tarixə düşüm də mən Nastya. Oktayçık, это очень отличный подарок. Mən maraqlanmışam. Traktor kreditə almaq olar. Əlbəttə kredit almaq olur. Özü 60 aylıq faizsiz kreditə. Amma mən nəqd almışam. Maman tənbəl deyilsə, kartoşka əkməyi də bacarırsa, kənddə əksin, becərsin özü üçün. Əgər boş dayanmasa, gününə ən azı New Hollanddan 300-500 manat pul qazana bilərik. Oktay, bəs traktor sən almışsan? Pul Teyxa mamaya qalacaq. Teyxa nədir, Nastya? Teyxa sözünü sən hardan biləsən ki, ay Nastya? Sən Teyxa deyəndə mən elə bilməmişsən, Moskvaya Karolina Kuranlarla oturub durursan, elə mən sənin o kurğunu dağıdım, Ayda, ağaş, otam, qəşəngdir. Yaxşı videoyordun, Murad. Bu evdə zaryatkanın şurupunu, bıçağın ucunu alsan şirin var, ha. Onun başına yaxşı oynaşdın, qaqaş. Bu zaryatka mənə bir həftə bəs edəcək, qaş. Biz bıçağın ucu ilə başqa şeylər eləyirik, amma indi bu da işimizdir də. Nasib əzim də, nə vaxt nə lazım olsa qardaşa xəbər elə, amma başıva dönəm belə pabosta söhbətlər nə yoxdur, kruplu şeylər olsun. Misal üçün, gecə ilə girim kiminsə evinə, aparım evdən başın qırmır, belə şey. Onun özələnmə. Onlar atılmır, rahat. Səndən çox yaxşı işdə gözləyək, qaqaşım. Prosta indi bir dəqiqə vəziyyət o deyil, yoxsa səndən 50-50 şey vurardım, qeyd eləyərdim bu söhbəti. Bir dənə əli var paltovun cibinə. Sən elə bura bax. Ana bırak. Sen onu sokacağım. Yazıcam. Sancıcam onu. Ana bırak. Sen sokacağım onu. Sancıcam onu. Sen sancıcam onu. Ana bırak da bırak görək nə edəcək. Yolda gələndə qulpu cırılan kulüp oxşayır. Bunlar doğulanda, belələri doğulanda ancaq Metestraf sevindir ki 5 manat şirinliyi aldı. Aha ata. Ben çok past adamım.
eşitirsən? O söz var, heç nədən birdən-birə zibillə düşərsən. Gedim ora. Həmin o heç nədən mənəm, başa düşdün? Sən heç nədən döyürsən, Sən bilsən kimsən? O yeyib içmək məclisində oturursan, yeyib içəndən sonra qəşən əlvi atsan cibdəki siqaretin yoxdur ya. Düşürsən məhəllədə ara tinlərlə yeyirsən, bir dənə kondisionerli marketə girirsən ki, siqareti tapasan yoxdur. Seçdiyin də nə olacaq? Əmdil bir dənə siqaret. Bax, həmin o əmdil sənsən. Sinəmə düşmürsən, amma çəkərəm. Valla yanmıyor ya. Onda 125-600 kavramda ne seveyim? Nədir? 75.250. Of, nə rahatladım ha. Atam hansı siqaretdən çəkirsən? Necə ya? Baxmadan surokda olanda biləydə nə siqaret göndərək sənin üçün də? Başa düşmədim, nə surok ola? Başa düşmədin? Bir də baba.